Salam, indi isə sizlərlə topludan həndəs silsilənin izahına baxacağıq. İlk növbədə həndəs silsilənin gəlin bəzi xassələrini, qaydalarını yadımıza salaq. Burada ədədi silsilədə AN idi, həndəs silsilədə BN-dir. Yəni dəfə-dəfə artan və ya dəfə-dəfə azalan silsilələrdən, ardıcıllıqlardan söhbət gedir. Əgər ardıcıllıq 3 dəfə artırsa, buna deyirik Q bərabərdir 3. Əgər ardıcıllıq 3 dəfə azalırsa, buna deyirik Q bərabərdir 3-də 1. Yaxşımı? Yəni azalanda Q 1-dən kiçik olur, artanda Q 1-dən böyük olur. Birinci bunu bilməlisiniz. Yaxşımı? Məsələn, Q 5-də 2-dirsə bu %100 azalandı. Amma Q 7-dirsə bu %100 artan həndəsi silsilədir. Birinci dedik nəyə bilməlisiniz? BN-in düsturun. Burada da birincini vururam. N-1. Yəni Q üstündə N-1-ə. Məsələn, B7-ni tapanda B1-i vururam. 7-dən biri çıxın, Q üstü 6-ya. Nə bilim, B13-ü tapanda B1-i vururam, 13-dən biri çıxın, Q üstü 12-yə. Birincini bildiniz. İkinci, həmişə BN-lə yox, bəzən, yəni BN-i niyə B1-dən alaq? Mənə 7-ci hədd verilibsə, 7-ci həddən almağım daha münasibdir. Yəni, əlimə baxın, görün. Məsələn, 13-cü həddi 7-ci hədd verilibsə, 13-dən 7-dən çıxın, Q üstü 6-ya vurun da. Məsələn, 30-cu həddi tapmaq üçün mənə 20-ci hədd verilibsə, niyə bir də 1-ci həddən tapım ki? Elə 20-ci həddi vurum Q üstü 10-a. Aydındırmı? Bu da ikinci. Üçüncü, dördüncü zaten bütün həndəsi və ədədi, bütün silsilələrdə, bütün ardıcıllıqlarda doğrudur. SN çıx, SN çıx 1, bir də HN böl, HN çıx 1. Və burada da mütləq dediyim kimi say soruşduqda bilməli olduğunuz düstur budur. BN bərabərdir. B1 vur Q üstü N çıx 1. Silsilənin vuruğu, yəni neçə dəfə artıb, nəyə vurulub, həmin o vuruğu tapmaq üçün, Q-nü tapmaq üçün ikincini birinciyə bölürəm və ya sonrakini əvvəlkinə bölürəm. Bildinizmi? Yəni düstur budur ki, BN-i bir dənə əvvəlkinə bölürəm. Burada aralıqlı bölmə deyə bir şey yoxdur. Sadəcə bir dənə əvvəlkinə bölüb tapıram. Həndəsi silsilədə də xassə var. Məsələn, ardıcıl həddlər verilib. B7, B8, B9. Xassə bilirsiniz ki, ancaq ardıcıl həddlər veriləndə doğrudur. Yəni qonşular. Sizcə həndəsi silsilənin, həndəsi silsilədirsə, xassəsi nə olacaq? Həndəsi orta. Bildiniz? Yəni burada da ortadakı nədir? Uşaqlar, ədədi silsilədə ortadakı ədədi ortaydı. Həndəsi silsilədə ortadakı həndəsi ortadır. Yəni B7-ni B9-a vurub kök alacaqsınız. Həndəsi orta budur. Baxın. Bir də yazıram. Ədədi silsilədə ortadakı ədədi ortaydı. Yəni kənardakiləri toplayıb sayına bölürdüm. Çünki ədədi silsilədə ədədi ortadır. Amma həndəsi silsilədə həndəsi ortadır. Yəni kənardakiləri toplamıram, vururam və kök alıram. Həndəsi ortada vurub kök alıram. Baxın, burada nümunələr hamısı göstərilib. 5-ci həddi tapanda 4-cü həddə, 6-cı həddə vurub kök alıram. Sadəcə biz bilirik ki, axı kök kvadratdır, kvadratın içinə kök olur. Müsbət mənfi. Qabağına müsbət mənfi atın. Çünki biz bilmirik ki, bu artan həndəsi silsilədir, yoxsa azalan. İkisi üçün də ödənməlidir. İndi 4-cü. Burada da bərabərlik xassəsi var. Bərabərliyimiz odur ki, 4-cüyə baxın, tətbiqini burada da bilməyə ehtiyac yoxdur, çünki indi danışacağıq. Həndəsi silsilənin əsas bərabərliyi. Məsələn, verilib ki, uşaqlar, B3 vur B7. Yenə eynidir. 3 ilə 7-nin cəmi nədir? 10. 10-u 2 ilə nə yaza bilərəm? 5. Uşaqlar, eyni şeyə vuranda kvadratı eləyir. Götürüb 2 yazmayın. Kvadratı yazın. Məsələn, yazılıb ki, B2 vur B10. 2 ilə 10-un cəmi neçədir? 12. 12-ni 2 ilə nə yaza bilərəm? 6. B6-nı B6-ya vuranda B6-nın kvadratı eləyir. Bildinizmi? Kvadrat yazın. Götürüb 2 falan yazmayın. 2 yazdığımız ədədi silsilədir. Həndəsi silsilədə vurulur və kvadrat olur. Nəyisə vuranda kvadratı olur. 2-dən olmur. İndi 5-ci sonuncu qaydamız. Uşaqlar, həndəsi silsilə biraz fərqlidir. Bəzən sizə belə bir şey verə bilər. Deyir ki, birinci həddimiz 25-dir, sonra 5-dir, sonra 5-də 1-dir, 25-də 1-dir və s. Bir də görüm. 1-i yedik. 1-dir, 5-də 1-dir, 25-də 1-dir və s.
Görürsünüz ki, sonsuz gedir və azalır. Sonsuz azalan silsilənin cəm düsturu var. Uşaqlar, biz bu sonsuzluğun hətta cəmini belə tapa bilərik. Riyaziyyatın nə qədər ali olduğunu görürsünüz də. Sonsuz bir şeylərin cəmini tapa bilirik. B1 bölünsün 1 çıx Q düsturundan. Yəni uşaqlar, birinci həddi götürəsiz əlinizə, böləsiz 1 çıx Q. Q də nə idi demişdik? 2-ci böl 1-ci, yəni B2-ni B1-ə bölmək deməkdir. O da edir 5-də 1. Yəni Q-nin yerinə 5-də 1 yazacağam. 25-i bölürəm. 5-də 5-dən 5-də 1-i çıxanda 5-də 4 eləyir. 25-i 5-də 4-ə bölmək tərsinə çevirib vurmaq deməkdir. Yəni 4-də 5-ə vururam. O da orada hesablanıb uşaqlar 31,25 yazılıb. Belə, sizə daha rahat hesabı olanlar düşür. Amma ikinci qruplar hesabda dəqiq olmazsa sizə blokda çoxlu hesab düşür. Biz sonsuz azalanı dedik. İndi ixtiyarını deyək. Üçüncü düsturu bilməyinizə ehtiyac yoxdur. İkincini bilsəz bəs eləyir. Baxın uşaqlar, bu düsturu dedik. B1 bölünsün 1 çıx Q. İndi ikinci düstur, yəni bunu bilməlisiniz. Bəs sizə sonsuz verilməsə, məsələn, orada uşaqlar verilsə 7 dənə hədd, birinci ilə 7-ci və yaxud ümumiyyətlə ilk 7 həddin cəmini istəyir. Yəni orada sayı verir də neçə həddin cəmini istəyir. Bilirsiniz nə edəsiniz? Yenə B1 böl 1 çıx Q yazasınız. Bu dəfə 1 çıx Q-nun üstündə 7 də yazasınız. Bildinizmi? Baxın, B1 böl 1 çıx Q qalacaq. Amma burada 7 yazasınız. Məsələn, ilk 3 həddin cəmini istəyirsə yazasınız B1 bölünsün 1 çıx Q. Amma burada da 1 çıx Q üstündə 3. Məsələn, ilk 5 həddin cəmini istəyirsə yenə B1 bölünsün 1 çıx Q. Burada amma 1 çıx Q üstündə nə? 5. Aydındırmı? Diqqətli olun. İndi baxaq topluya. Yəni, izah bu qədər. Topludan 3-cü sual. B1 ilə B2-ni verib 6-cı həddi istəyir. Gözləyim. Aha. Daha da kiçiltmək istəyirəm. Qalındır. 3-cü sual. Deyir ki, 6-cı həddi tapın, onda B6-nın düsturunu yazaq da. B6 nəyə bərabərdir? B1 vurulsun 2 üstündə 5. Düzdürmü? İndi baxaq. B1-imiz 162-dir. B2-miz 54-dür. İndi yazıram. B6 bərabərdir, çünki bunu istəyir. B1 162-dir. Q-nu tapaq da. Q nə idi? İkinci bölünsün birinci. Yəni 54-ü 162-yə bölək. O deyilir 3-də 1. Yəni Q-nu yazıram 3-də 1. Üstündə 5 yazılıb, üstündə 5 yazıram. 1 üstündə 5 1-dir. 1-in neçə dəfə bir-birinə vursaz da 1-dir. 3-ü 5 dəfə bir-birinə vursaz uşaqlar 243 edir. Bunu əzbərləyin. 3 vur 3 9, 9 vur 9 81, 81-i 3-ə vuranda 243. Bunlar məxrəc yoxdursa məxrəcə 1 deyirəm. Bunların ikisi də 81-ə ixtisar gedir. Burada qalır 2, burada qalır 3. 2 vur 1, 1 vur 3 edir 2 böl 3. Yəni A variantı. 6-cı həddimiz 2 böl 3-dür. İndi məsələn 7-ci sual. Sonsuz azalan sözün görən kimi cəmi bircə dənə düsturu var da. S sonsuzluq düsturu. O da nədir? B1 bölünsün 1 çıx Q. Deyir, sonsuz azalan silsilənin cəm düsturu qiyməti 24-dür. Q-də 3-də 1-dir. Şu yazaq da. Q-nun yerinə indi 3-də 1 qoyacağım. Qiymətini 24 verib. 3-də 3-dən 3-də 1-i çıxanda nə qalır? 3-də 2 24. Uşaqlar, B1-i tapanda çarpaz vururam. 24-ü 3-də 2-yə vururam. Məxrəc yoxdursa 1 yazıram. 24-ü 3-ə böləndə 8, 8-i 2-yə vururam 16. Yəni birinci həddimiz neçəymiş? 16. Bizdən də həmin o həddi istəyir. 11-ci sual. Məncə artıq deməyə ehtiyac yoxdur. Bildiniz də sonsuz azalan sözün görən kimi S sonsuzluq bərabərdir. B1 bölünsün 1 çıx Q. Birinci həddimizi görürsünüz 36. 1 onsuz 1-dir. Q-dəki 6 böl 36. Yəni 6-da 1. Və bunu hesablayırsınız. 13-cüyə baxaq amma.
Deyir ikinci həddi 3. Yazıram ikinci həddinə 3. Dördüncü həddi 27 olan həndə silsən, üçüncü həddini tapın. Uşaqlar görürsünüzmü ortadakidir, hə? Üçüncü hədd ortadadır da, 2 ilə 4-ün ortasındadır. Ortadakı nə idi? Həndəsi ortaydı. Həndəsi orta nə idi? Vurub kök almaq. 3-ü 27-yə vurun və kök alın. Amma bizə demişdik ki, kökün kvadratı olduğuna görə müsbət mənfi qabağına yazın. Kök altı 81-dən nə çıxır? 9. Yəni müsbət mənfi 9. Diqqətli olun. 21. Deyir ardıcıl hədləri. Bu da uşaqlar. Yenə həndəsi üstədə ardıcıl hədlər deyirsə ortadakı kənardakilərin nə idi? Həndəsi ortasıdır. Baxın yazıram. Ortadakı 7 ilə x-i vurub kök alacağım. Kök görəndə nə edirdik? Kvadrata qaldırırdıq. Sol tərəfi kvadrata qaldırıramsa sağda qaldırıram. 14-ün kvadratı 256-dır. Köklə kvadrat itir 7 dənə x. X-i tapanda 256-nı 7-yə bölürəm. 25-i 7-yə bölürəm. 21, 46. Niyə belə getdik ki? 2 dəfə 2 dəfə artır da. 7-ni 2-yə vuranda 14, 14-ü 2-yə vuranda 28. Çünki uşaqlar burada 196-dır və 196-nı 7-yə böləndə onsuz yenə də 28 eləyəcək. 2 vur 7, 14, 56-nı 7-yə böləndə 8, 7, 28-dir. Bildiniz necə? Həndəsi silsilədirsə, həndəsi orta xassəsindən gedəndə də alınır və ya 7 olubsa 14, 2 dəfə artıbsa. İndi də 2 dəfə artıb 28 olmalı deyil. Yəni hər iki onun cavab 28. 23. İlk 5 həddin cəmini tapın deyir, tapaq da. İkinci həddimiz deyir 6-dır. 3 dəfə artır. İlk 5 həddinin cəmini istəyir. İlk 5 həddinin cəmi düsturundan da yaza bilərik. Yazaq B1 bölünsün 1 çıx 2, 1 çıx 2 üstündə 5. Uşaqlar, B2-dən B1-i tapmağa nə var ki? B2-ni yazacağım B1 vurulsun 2, bərabərdir 6 deyir. B1 vur 3, 6-dırsa B1-imiz neçədir? 2. Birinci həddimiz deməli neçəymiş? 2. İndi qaldı 2-ni tapmaq. 2-ni də özü verib 3-dür. Qoydum yerinə. Bir də yəni B1-i tapmalıydıq. 3 üstü 5 bayaq hesabladıq. 243. 1-dən 243 çıxanda mənfi 242. 1-dən 3 çıxanda mənfi 2. Uşaqlar, mənfilər buradan gedir. 2-lər də buradan gedir. Cavab nə qalır? 242. Diqqətli olun. 23-də cavab nə oldu? 242. Sonra maraqlı suallardan 37 var. Bunu həndəsdə də demişdim, ədəddə də demişdim daha doğrusu. 5 dənədirsə, ortadakı üstündə 5. Ədədidə 5 vur ortadakı olur. Amma sizə dedim, həndəsidə vurmursunuz. Uşaqlar üstünə yazırsınız. 5 dənə həddirsə, B4 üstündə 5. Nəyi 5 dəfə bir-birinə vuranda 243 eləyəcək? 3-ü. Bizdən də B4-ü istəyir. 3. Diqqətli olun. Məsələn, 49-a baxaq. İlk 5 həddin cəmini istəyir. Verib B3 12-dir. B5 48-dir. İlk 5 həddin cəmini. Uşaqlar, düsturdan da tapa bilərik. Amma mən nəsə düstursuz daha rahat gördüm. 3-cü, 5-ci hədd verilmişsə, ortadakı həddi necə tapırdıq? Həndəsi silsilə ilə. Və ya mən gözlə də görə bilirəm. İstəyirsiniz həndəsi orta ilə tapa bilərsiniz. Vurub kök alasınız. İstəyirsiniz vurun. 12-ni 48-ə vurub kök alırsınız. Müsbət deyir deyə uşaqlar, müsbət mənfi qabağına yazmadım. Çünki məndən müsbətini istəyir. 48-i 12 vur 4 yazacağım. Kök altda 144-dən 12 çıxır. Kök altda 4-dən də 2 çıxır. Ortadakı həddə tapdım 24. Bir dəqiqə 12, 24, 48. 2 dəfə 2 dəfə artdığı məncə apaydın görünür. Onda bu 6 imiş ikinci hədd. Birinci həddimiz də 3 imiş. Çünki 2 dəfə 2 dəfə artıb da. Birinci həddimiz məlumdur. İkinci, üçüncü, dördüncü, beşinci. Bizdən də ilk 5 həddin cəmini istəyir. Bunları toplaya bilərsiniz. 3, 6, 12, 24, 48.
Və ya bayaqçı kimi 23-cü sualdakı kimi sırf düsturla da gedə bilərsiniz. Ürəyiniz necə istəyir? Ya 5 dənə həddi tapıb toplayarsınız, ya da düsturla gedərsiniz. Düsturun sadəcə özünü yazacağam. Özünüz həll edərsiniz. B1 bölünsün 1 çıx 2, 1 çıx 2 üstündə 5. Sonra 51. Özü verib. Deyir ki, B4 108-dir. 108-i deyir ki, böləndə B2-yə eləyir 9. Onda görək B2-miz neçədir? Onu 9-a böləndə 12. B2-miz 12-dir. B4-ü də özü verib 108-dir. Sadə sualda axı. B3-ü istəyir. Ortadakı bunların nə idi? Həndəsi ortası. Yəni 12 vur 108. Amma nə ilə? Müsbət mənfi ilə. Çünki demir axı müsbət və ya mənfi. İkisini də qoymalısınız. Yenə 108-i 12 vur 9 yazaram. Kök altda 144-dən 12 çıxacaq. 9-dan da 3 çıxacaq. Kök altda 9-dan 3 çıxır. O da edir müsbət mənfi 36. Sadə sual idi. 55 qəbul sualdanma. Diqqətli olun görün. Həmişə böyüyü kiçikdən almalıyam. Yəni B4-ü B2-dən necəsə alacağam. B4-ü nə yazım? Yazım B2 vur 2-nin kvadratı. B2 də onsuz B2-dir. İndi yenə böyüyü B3-ü yanındakindən, yəni kiçikdən alacağam. B3-ü B1 ilə necə yazım? B1 vur 2-nin kvadratı. Yəni yanındakı nədirsə, həmin kiçikdən almalıyam. Yuxarıdan B2-ni çıxarsam, nə qalacaq? 2 kvadrat, orada 1. Aşağıdan B1-i çıxarsam, nə qalacaq? 2 kvadrat çıxılsın 1. Uşaqlar, buradan da B1-i çıxartdım. Nə qaldı? 2 kvadrat çıx 1. Bərabərdir 12. Sizə demişdim, vurma görürsünüzsə bölməlisiniz ki, ixtisar getsin. Burada bölürəm. 2 kvadrat çıx 1-lər gedir. Burada qalır B2 bölünsün B1. Burada da 24-ü 12-yə böləndə 2. Bizə demişdik, sonrakını əvvəlkiyə bölmək elə neçə dəfə artdığını göstərməkdir. Yəni silsilə vuruğudur. Bizdən elə silsilə vuruğunu istəyir 2. Baxaq 59-a. Deyir S14 bölünsün S7. Yazaq. S14 nədir? B1 bölünsün 1 çıx 2, 1 çıx 2 üstündə 14. Düzdür. S7 nədir? B1 bölünsün 1 çıx 2, 1 çıx 2 üstündə 7. Düzdürmü? 1 çıx 2-lər gedir. B1-lər gedir. Qalır nə? Cüt dərəcə görəndə demişdim, üstünü 2 ilə ifadə eləməyə çalışın. Baxın, bunu 7 üstündə 2 yazacağım ki, 7-ni 2-yə vuranda 14 eləyir də. Bölünsün 1 çıx 2 üstündə 7 və 1 yanındakinin dərəcəsini alır. Bu 2-dirsə, burada 2 yazıram. Nəyinsə kvadratından, nəyinsə kvadratını çıxanda, yəni A kvadrat çıx B kvadrat nəyin düsturudur? A çıx B, A üstə gəl B. Müxtəsər vurma düsturudur və imtahanda ən az 5 sual düşür də bu müxtəsər vurma düsturuna aid. Qalır 1 üstə gəl, 2 üstündə 7. İndi biz 2-nü tapmalıyıq. 2 sonraki böl əvvəlki deyil. Sol tərəfdə tapıram uşaqlar. 2-ni bölürəm. Üstündəki üstə qalır, altındakı alta düşür. Yəni 6 üstə qalır. Kök 6 da alta düşür. Yəni 7 aşağı düşür. 2 üstü 1-i 2 üstü 7-də 6-ya böləndə. Böləndə üstlər çıxılır. Yəni 1-dən 7-də 6-nı çıxmalıyam. 1 7-də 7 deməkdir uşaqlar. 7-də 7-dən 7-də 6-nı çıxanda nə qalır? 7-də 1. 2-nü tapdım. 2 üstündə 7-də 1 gətirib qoyuram yerinə. Biz də nə tapmışıq? 2 üstündə 7. Üst-üstə dərəcələr vurulur. 7-ni 7-də 1-ə vuranda 1 eləyir. 1-in üstünə 2 gələndə 3. Yəni cavabımız oldu C variantı. Aydındırmı? Aha, baxaq 69-cu suala. Yenə sadə sualdır. 1 ilə 11 neçə eləyir? 12. Deməli, burada da 12 eləyən nəsə olmalıdır? B9. 9-un üstünə nə gəlsəm 12 eləyər? 3.
yazıram. B1 vur B11-dirsə, burada olmalıdır. B9 vuraq görək neçə. Bu 12-dirsə, 9-un üstünə 3 gəlsin 12 eləyər də. Burada B3 olmalıdır. Amma bizdə onun yerində nə durub? Kök 3. Yazıram ki, onda B3 nəyə bərabərdir? Kök 3-ə. Bizdən soruşur B1, B2, B3, B4, B5. Demişəm ki, tək sayda olanda diqqətli olun. 5 dənədirsə 5 dənə ortadakı. B3 üstündə 5. Yəni kök 3 üstündə 5. Gəlin kök 3-ü 5 dəfə bir-birinə vuraq. Kök 3-ü kök 3-ə vuranda 3, kök 3-ü kök 3-ə vuranda 3, bu da kök 3. Eləyir 3 vur 3, 9, 9 vur kök 3, 9 dənə kök 3. Yəni B variantı. Sonra 71. Həndəsi silsilənin deyir n-ci həddini tapın. Sizə demişəm də, həndəsi silsilənin n-ci hədd üstunu əzbər bilməzsiniz. Bn bərabərdir. B1 vurulsun 2 üstündə n çıx 1. İndi deyir ki, ilk həddi 3-dür. Yəni B1 3-dür. Silsilə vurğu 3-də 1-dir. Üstündə də deyir n çıx 1. Hə, amma cavablara baxın 3-dəndir. Deməli, bu 3-də 1-i nəsə eləməliyəm. Sizə demişdim, tərsdirsə nə deməkdir? 3 üstündə -1 deməkdir. Ədədin tərsi üstündə -1 deməkdir. Vurulsun n çıx 1. -1-i n-ə vuranda -n, -1-i -1-ə vuranda müsbət 1. Yəni, vura bilirsiniz də, hə? Və ya yerin uşaqlar, mənfiyə vurmaq yerini dəyişməkdir. N çıx 1-i mənfiyə vurub 1 çıx n də yaza bilərdiniz. Yəni, özünüzü yormayın, qorxutmayın imtihanda. Mənfiyə vurmaq yerini dəyişməkdir. İndi heç nə, vuranda üstlər nə olur? Toplanır. 1 ilə 1-i toplayın 2. Bir də mənfi. Bax, üstləri topladım. 3 üstündə 2 çıx n. C variantı. Sonra baxırıq 81. Maraqlı sualdır. Görək nə sualdır. Yenə 3 dənədirsə, ortadakı üstündə 3. Sırf ardıcıl hədlərdə bu ödənir. 3 dənə nəyisə hasil edirsə, ortadakı üstündə 3. Deyir, bunu tapın. Bunu da verib də 6 üstündə 3-də 2-dir. 6 üstündə 3-də 2. Biz də tapdıq ki, kubu. Üst-üstə dərəcələr vurulur. 3-də 2-ni 3-ə vuranda bunlar gedir, qalır 1. 6-nın kvadratı neçə eləyir? 36. Sadəcə bilməlisiniz ki, ardıcıl hədlərdə hasil ortadakı üstündə 3 dənədirsə 3-dür, 5 dənədirsə 5-dir. Yəni, ortadakini diqqətli nəzərə almalısınız. 95. Qəbul sualıdır. Yəni, buraxılışa düşə biləcək çox potensiallı sualdır. Demişdik, nə? Böyükləri kiçiklə ifadə edin. Ən kiçik B1 deyilmi? Hamısını B1 ilə ifadə edəcəm. B2-in yerinə yazacağım B1 vur 2. B3-ün yerinə yazacağım B1 vur 2-nin kvadratı. Bərabərdir 6. Burada da B4-ü B1 ilə ifadə edəcəm. Yazacağım B1 vur 2-nin kubu çıx B1 bərabərdir 18. Yenə yuxarıda B1-ləri ortaq görürəm, çıxaracağım. Nə qalacaq? 1 üstə gəl 2 üstə gəl 2-nin kvadratı. Bərabərdir 6. Aşağıda da B1-ləri ortaq görürəm, çıxaracağım. Nə qalacaq? 2 kubu çıxılsın 1. Düzdür? 18. Bayaq dedim, vurma görəndə nə edirəm? Bölürəm ki, eyni şeylər ixtisar getsin. Qaldı belə bir şey. Biz nə demişdik? 1 yanındakının dərəcəsini alır. 2-nin kubudursa, bu da 1-in kubudumu? Bölək. A kub çıx B kubun düsturu. Kublar çıxılanda demişdim, 2 dənə mötərizə açın. Biri böyük, biri balaca. Birinci mötərizəyə özünü yazırsınız, ikinci mötərizəyə kvadratını yazırsınız. 2-nü 1-ə vuranda 2 eləyir, 1-in kvadratı 1 eləyir. 6 böl 18, yəni 3-də 1. Aşağıda yazarıq. Uşaqlar, 2 kvadrat 2, 1. 2 kvadrat 2, 1. İxtisar getdi. Qaldı. 1 bölünsün, 2 çıx 1, bərabərdir. 6 ilə 18-i 6-ya ixtisar eləsək, burada alınır 3-də 1. Birlər ixtisar gedir. Qalır ki, 2 çıx 1 bərabərdir 3, 2 bərabərdir 4. Biz silsilə vurğunu tapdıq. 4 bizdən də elə onu istəyir. Deyir, silsilə vurğunu tapın, 4. Kiçildi mi? Bunu baxın. Diqqətli olsanız, sadə sual idi, yaza bilərdiniz. 99. Bilmək istədiyiniz sualların içində var idi. Gəlin izah edeyim. Aha.
Deyir ki, uşaqlar, 99. Belə bir S verib, amma bizdən 5S istəyir. Məxrəclər də 6-dır. Siz ağlınıza gəlirmi uşaqlar 5S-i tapmaq üçün 6S-dən S-i çıxın? Bilirsiniz niyə? Çünki mən bunları 5-ə vursam, görün nə əcaib bir şeylər eləyəcək. Bax, S-i verib, məndən 5S istəyir. 5-ə vursam əcaib bir şey eləyər. Ondan sonra 6-ya vurum, sonra bu verilən ifadəni də çıxım. Gəlin onda biz birinci verilən ifadəni istəyirsiniz, burada köçürün. Yazım 6-da 1. 2 böl 6-nın kvadratı, 3 böl 6-nın kubu. Artıq məncə məğzi tutdunuz, nöqtələr. İstəyirsiniz bir dənə əvvəlkini də yazım. N çıx 1 bölünsün 6 üstündə N çıx 1. Üstə gəl, N bölünsün. Bildiniz də, yəni eyni dərəcə 6 üstündə N. Bəs S-i yazdıq. İndi 6S-i tapanda nə edəcəm? 6-ya vuracam. Gəlin indi 6S-i tapaq. 6-da 1-i 6-ya vuranda 6-lar gedir 1 qalır. 2 böl 6-nın, uşaqlar baxın, bir bütün hədləri 6-ya vururam. 6-da 1-i 6-ya vurdum, 1 elədi. 2 böl 6-nın kvadratını 6-ya vuranda 1-i gedəcək, qalacaq 2 böl 6. Bunu 6-ya vuranda kubdan 1-i gedəcək, qalacaq 3 böl 6-nın kvadratı və s. və ilaxır. Bunu 6-ya vuranda olacaq 1-i gedəcək uşaqlar. Bir dənə azalır. N çıx 1 yox, N çıx 2 olacaq. Bunu 6-ya vuranda bir dənə azalacaq. Çünki 6-nın 1-i ixtisar gedəcək. N çıx 1 qalacaq. Biz də dedik ki, 5S-i tapanda nə etməliyik? Bunları bir-birindən çıxmalıyıq. İndi uzaqdan baxırsınız. 5S bizdən qiymətini istəyir. Bunları da bir-birindən çıxmalıyıq. Uşaqlar, eyni məxrəcdən çıxa bilərəm də. 6-da 2-dən 6-da 1-i çıxacam. Düzdür? Məxrəc 6-nın kvadratlarını 1 çıxacam. Anladınızmı nəyi demək istəyirəm? Yəni, məxrəclərə eyni olanları 1 çıxacam. Məsələn, bunu bundan çıxacam. İndi gəlin, baxaq. 1-dən heç nə çıxmıramsa, 5S bərabərdir. 1 yerində qalır. 6-da 2-dən 6-da 1-i çıxanda nə qaldı? 6-da 1. 6-nın kvadratı 3-dən 2-ni çıxanda nə qaldı? 1. Nöqtələr. 6 üstü N çıx 1. N-dən bu da 1. Uşaqlar, bu da yerində qalır. Onda bir dənə uzaqdan baxın. 5S-i tapdım ki, budur. Uzaqdan bu ifadənin özünü göstərmək istəyirəm. İfadənin özünə baxın. 1-dən başlayır və neçə azalır? 6 dənə azalır. Deməli, sonsuz azalandı mı? Hələ baxın, misalın arxasında da 3 dənə nöqtə var. Yəni, sonsuz azalır. Bu dayanmır. Buradan da gedir. Sonsuz azalan həndəs silsilədə cəm düsturu nə idi? B1 bölünsün 1 çıx 2. Birinci həddimiz neçədir? 1. Q neçədir? 2-ci böl 1-ci. 6-da 1-i 1-ə böləndə neçə edir? 6-da 1. Zaten 6 dəfə azaldığını görürük. Bu sarıladığıma baxın, uşaqlar. Yeni həndəsi silsilə aldıq və bu həndəsi silsilənin birinci həddi 1-dir və 6 dəfə azalır. 6-da 6-dan 6-da 1-i çıxanda edir 6-da 5. 1-i nəyəsə bölmək, tərsinə çevirmək deməkdir. Edir, yəni 5-də 6. 5-də 6 nə deməkdir? 6-nı 5-ə bölün, 1/2. Yəni, bu 5S-in cəmi 1/2-ymiş. Diqqətli olun. Bu blok sualı idi, amma bilmənizdə xeyir var. Beyninizi daha çox işlədə bilərsiniz. 103-cü sual. Uşaqlar, Q silsilə vurğu Q-dür. Baxın, burada Q neçədir? 5-dir. Burada amma, uşaqlar, Q 4 deyil. 4 üstündə mənfini görürsünüz. 4 üstü mənfi 1-dir. 103-də. 4 üstü mənfi 1. Nə deməkdir? Ədədin üstündə mənfi 1 böl deməkdir. Yəni, burada Q artıq 4-də 1-dir. Yəni, 0,25-dir. Burada Q 5 deyil. 5 üstü mənfi 1-dir. Ədədin üstündə mənfi nə deməkdir? 1 böl. 1-i 5-ə böləndə 0,2. Yəni, burada da Q 0,2-dir. Anladınızmı? Yəni, Q-lərdə diqqətli olun. Mənfi varsa, o mənfini nəzərə alın. Ədədin üstündə mənfi 1 böl deməkdir. Bu qədər. Uğurlar.